Bu videoda sizə Qarabağ bölgəsinə səfər edən zaman qeydiyyatdan necə keçə bilərsiniz onu göstərəcəm. İlk növbədə daxil olursunuz Daxili İşlər Nazirliyinin proqramına, Play Store və ya App Store-da e-polis yazaraq həmin bu proqramı telefona yükləyə bilərsiniz. Daha sonra burada fin kod ilə daxil ol bölməsinə keçid edib öz fin kodunuzu, vəsiqənin seriya nömrəsini və sizin adınıza olan mobil telefonu yazmalısınız. Sonra sizin nömrənizə təsdiq kodu gəlir. Bu təsdiq kodu 15-20 saniyə gecikə bilər. Təsdiq kodunu yazandan sonra proqrama kod təyin edirsiniz. Daha sonra sağ aşağı küncdə Qarabağa icazə bölməsinə keçid edib yeni müraciət yarat butonuna klik edirsiniz. Klik etdikdən sonra hesab məlumatlarına keçid et bölməsinə daxil olub hal-hazırda yaşadığınız ünvanı, telefon nömrənizi və e-mail ünvanınızı daxil edirsiniz. Məlumatları daxil etdikdən sonra e-mail ünvanınıza təsdiq kodu gəlir. Həmin təsdiq kodunu da bu xanaya yazıb növbəti mərhələyə keçid edirsiniz. Məlumatları təsdiq etdikdən sonra yenidən ana səhifəyə qayıdıb həmin bu Qarabağa icazə bölməsinə keçid edib yeni müraciət yarat bölməsini klikləyib davam et butonuna toxunursunuz. Açılan bu səhifədə qaydalarla tanış olduğum sözünü təsdiqləyib növbəti mərhələyə keçid edirsiniz. Daha sonra buradan gedəcəyiniz rayonun adını seçirsiniz. Sonra gedəcəyiniz tarixi qeyd edirsiniz. Səfərin müddəti 5 gündən artıq ola bilməz. Ona görə də getdiyiniz tarixdən 5 gün sonraya qədər qayıtmalısınız. 16-sı gedirsinizsə ayın 20-si geri qayıtmalısınız. Bütün bu məlumatları daxil etdikdən sonra ikinci mərhələyə keçid edirsiniz və gedəcəyiniz avtomobili həmin bu portala əlavə etməlisiniz. Bundan ötürü digər avtomobillər bölməsinə keçid edib avtomobilin qeydiyyat şəhadətnamə nömrəsini, ikinci xanaya isə avtomobilin nömrəsini qeyd edirsiniz. Avtomobilin məlumatlarını daxil etdikdən sonra üçüncü mərhələyə keçid edirsiniz. Açılan bu səhifədə sizinlə gedəcək əlavə şəxsləri də əlavə edə bilərsiniz. Sərnişin əlavə et butonuna klik edirsiniz. Sərnişinin növü, yəni yerli vətəndaşdır və yaxud xarici vətəndaşdır. Mən buradan yerli vətəndaşı seçirəm. Həmin gedəcək şəxsin fərdi identifikasiya nömrəsinin, şəxsiyyət vəsiqəsinin seriyasını, yəni təzə vəsiqətsə AA, köhnə vəsiqətsə AZ seçilir və şəxsiyyət vəsiqəsinin nömrəsi yazılıb daxil edilir. Daha sonra axtar butonuna klik edirsiniz. Və burada öz telefon nömrənizi və qeydiyyatdan keçdiyiniz e-mail poçt ünvanınızı yazırsınız. Həmin bu şəxsi də əlavə etdikdən sonra təsdiqlə butonuna klik edirsiniz. Onu da qeyd edim ki, maksimum sərnişinlərin sayı 9 nəfər ola bilər. Təsdiqlə butonunu klik etdikdən sonra müraciətiniz uğurla tamamlandı mesajı gəlir sizə və elə həmin anda da sizə SMS vasitəsilə müraciətinizin təsdiqi haqqında məlumat verilir. Deyək ki, icazəni əldə etdikdən sonra bəzi səbəblərə görə siz səfəri təxirə salmaq istəyirsiniz. Açılan bu səhifədə sağ yuxarı küncdə olan bildiriş butonuna daxil olursunuz. Daha sonra icazənizin təsdiq olunması haqqında olan bu bildirişə keçid edib, ən aşağıda olan səfəri ləğv et butonuna klikləyirsiniz və elə həmin anda sizin səfəriniz ləğv edilir.